QHT işi üzrə daha 2 nəfər cinayət məsuliyyətinə cəlb olunub. APA xəbər verir ki, Gəncə Regional İcra Mərkəzinin rəhbəri Asəf Əhmədov və sosial işçi hüquq müdafiəçisi Zamin Zəki barəsində həbs qəti imkan tədbiri seçilib. Bununla bağlı Binəqədi rayon məhkəməsi qərar verib. Hər iki şəxs barəsində 3 ay müddətinə həbs qəti imkan tədbiri seçilib. Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları ilə bağlı Baş Prokurorluğun istintaq dairəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələr ilə cinayət işi başlanılıb. İbtidai istintaq aparılır. Cinayət işi üzrə Azərbaycanda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları, onların rəhbərləri, həmçinin xarici hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətində qanun pozuntuları araşdırır. İştirak evi MMC-nin təsisçisi və direktoru Məmməd Alpay, Benefar Hüquq Yardım Mərkəzi və Vətəndaş Hüquqları İnstitutunun rəhbəri Bəşir Süleymanlı və Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli Cinayət Məcəlləsinin 193.1.3.2 cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma, 308.2 ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərinin sui-istifadə etmə və 313-cü vəzifə saxtakarlığı maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər. Məmməd Alpay və Bəşir Süleymanlı barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Sübhan Həsənli istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib. Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov Baş Prokurorluğun istintaq idarəsində yerli və beynəlxalq qeyri-hökumət təşkilatları haqqında cinayət işi üzrə təqsirləndirilən şəxs kimi tanınıb və onun barəsində Binəqədi rayon məhkəməsinin qərarı ilə ev dustaqlığı qəti imkan tədbiri seçilib.